Bugün sizlerle az yaşlı bir uşağın məktəbdə silahlı bir formada müəllimə ateş açmasıyla sonuçlanan məsələni, eyni zamanda paralelində səhv etmirəmsə qonşu ölkələrdə Qazaxıstanda bir uşağın balta ilə sinif yoldaşlarını və məktəbə saldırmağını və bu məsələlərin getdikcə çoxaldığı bir ortamda əslində nələr olur məsələsini bir ana və klinik psixoloq olaraq, mütəxəssis klinik psixoloq olaraq yorumlamaq istəyirəm. Gətirdim və qucağıma aldığım an etibarilə mən tam mənada cəmiyyətlə mübarizə içərisindəyəm bu günə qədər. Və bugün daha bir həftə 10 gün öncəsinə qədər xahiş edirəm uşaqlarımıza Roblox'lu oyunlardır. Sadəcə Roblox kimi oyunlardan da danışmıram. Telefonda bilmədiyimiz və uşaqları kontrol edə bilmədiyimiz hər şeydən uzaq tutmağımız lazımdır və bunun üçün məlumatlandırıcı bir çox podkastlar verici videolar və içəriklər hazırlanır və təəssüf ki, bunların heç birinin hal-hazırda o böyük kitləli marketinqlə mübarizə edə biləcək gücü yoxdur. Eyni zamanda da dopamin sistemimizlə mübarizə edə biləcək gücü yoxdur. Ona görə mən elə düşünürəm ki, cəmiyyəti tək məlumatlandırmaq əlimizdən gəldiyi qədər bizlərin boynunun borcudur. Ana olduğum gündən etibarən cəmiyyətlə mübarizə aparıram. Necə apardığımı gəlin bərabər gözdən keçirdək. Övladımı qucağıma aldım. Ana sütü ilə bəsləməyə çalışdım və hər halladığında istisnasız nə üçün ekstra yeməklər uşağa vermirsən, uşağı aclıqdan öldürəcəksən, uşaq ağlayırsa acdı kimi baskılarla uşağımı öz bildiyim üsulla böyütməyə çalışdım ki, yaxşı ki də heç kimi dinləməmişəm. Başqa az yaşlı anaların belə bir şansı olmur. Çünki məlumatsızdırlar və qorxurlar. Mən gənc yaşda ana olmamışam və o yaşda daxil ana olduğumda və bu qorxuları yaşayan, hətta mütəxəssis olaraq bu qorxuları yaşayan biri olaraq ana olan gənc qadınların bu stresə necə məruz qalırlar və bu qorxuların necə baş etdiklərinə dair hər hansı bir fikrim yoxdur. Çox çətin bir şey olmalıdır. Ondan sonrasında yavaş-yavaş baskıların forması dəyişməyə başladı. Baskılar yavaş-yavaş uşağı qucağa almaqla davam elədi. Uşağı çox qucağa öyrəşdirirsən, uşaq qucağa alışacaq, kapriz uşaq olacaq, uşağın başqa problemləri olacaq, sən olmadan, mən olmadan uşaq ağlasın. Əsas odur, mən uşaqla güvənli bağ qura bilim. Güvənli bağın nə olduğuna dair fikri olmayan qadınlar, ən çox da bunu qadınlar eləyir və uşaqlarını hər hansı bir formada böyüdən qadınlar mənə uşağımı çox qucağıma götürməməyi məsləhət görərək yol göstərirdilər. Mən uşağımı qucağıma götürərək, hətta yaxınımda, yanımda mənə ulaşa biləcəyi formada yatırdaraq böyümüş bir anayam. Siz də qınaya bilərsiniz məni, qınamağa davam eləyin, xahiş edirəm, əgər ki, əksini fikirləşirsinizsə. Ondan sonra yavaş-yavaş böyüdükcə daha fərqli formalara gəlməyə başladı cəmiyyətin mən ananın üstündəki, mən ana deyirəm çünki mənim rolumun içərisində başqa analara da bu olunur və ona görə məlumatlanmağımız lazımdır deyə bu videonu hal-hazırda çəkməyə çalışıram. Bu bir yerdən sonrasında yavaş-yavaş şəkil dəyişdirməyə başlayır. Əlavə qidalar yedizdirməyə başlayır uşağa ki, o dönəmin içərisində uşağa şəkər yedizdirməyə çalışanlar var əlbəttə. İstənilən hər şeyi tərəvəz və s. alışdırmaq mərhələlərində də çoxlu problemlərlə əlbəttə qarşı-qarşıya qalırıq. Mən uşağımı şirin çayla böyütmüşəm. Mən uşağımı şirin çayla böyütmək istəmirəm. Nəinki şirin çayla böyütmək istəmirəm, çayla böyütmək istəmirəm mən uşağı. 1 yaşında, 2 yaşında bir uşağa mən nə üçün içərisində tiamin olan bir maddəli çay verim? Siz böyümüş ola bilərsiniz, sizə bir şey olmamış ola bilər. Hətta bir çox uşaq eşidirəm, inək südü ilə böyüyüb. Bu da mümkündür. İnək südü ilə də böyümüsünüz. Mən uşağımı inək südü ilə, mən uşağımı ekstra yeməklərlə böyütmək istəmirəm. Bu mənim doğal bir haqqımdır. Amma mənim bu haqqımı, mənə bu baskını quraraq uşaqlarımın böyümə mərhələsində yaşatmaq sizin haqqınız deyil. Amma bizim cəmiyyətimiz bunu anlamaqda çox çətinlik çəkir. Bundan sonrasında yavaş-yavaş qida ilə əlaqəli problemlər yaşamağa başladıq ki, müəyyən, mən sadəcə bunu Azərbaycan üçün şamil eləmirəm. Çünki ana sinifini, məktəbə qədər sinifini, övladım Türkiyədə, İstanbulda ana sinifinə gedib və məktəbə qədərki dönəmin içərisində mənim qızım şəkərlə tanışmamışdı. Evdə olduğu müddətdə tanışmamışdı və bir gün uşağımın bir doğum günü partisinə dəvət olunuruq, gedirik ana və övlad olaraq və orada uşaqlar üçün gözəl bir, geniş bir masa açılıb və o masanın üzərində nələr var desəz, hazır nuggetlar, chips, patateslər, kartuşka frilər, Azərbaycancasını desək, bildiyiniz paketdə chipslər, marketdə satılan chipslər, hazır chipslər, içərisində çeşidli maddələr olan və eyni zamanda meyvə şirələri,
və eyni zamanda Fanta, Cola, Sprite kimi içəcəklər. Və bu uşaqların yaş ortalaması 4-dür. 3, 4, 5 yaşındakı uşaqlardan danışıram. Anaların oturduğu stolda da yəni normal insan yeyəcəyi yeməklər. Uşaqlar üçün açılan masadan. Və o masada mənim qızım nəyə uzanacaq dediyim vaxtı gözləmləyirəm və tədirgin bir formada gözləmləyirəm. Müdaxilə etmək istəmirəm, çünki hər nöqtədə ana onun yanında olmur. Həyatda qalmağı öyrənməlidir əlbəttə ki. Özgüvəninin yeni formalaşdığı bir dönəmdən keçir və qızım orada çəngəlini uzatdı və çipsini götürməyə çalışdı çəngəlini. Əlbəttə o çips qırılır və çəngələ gəlmir və ətrafındakı uşaqlar gülməyə başlayırlar ona. Onların yanında ətrafımda bunu görən valideynlərin bir hissəsi mənə çox qəribə bir formada baxır, bir hissəsi də istehza ilə baxırlar ki, bunun yetişdirdiyi uşağa bax. Çipsi vilka ilə götürməyəcəyini bilmir. Mən oradakı valideynlərin mənə baxış açıları, baxış bucaqları çox önəmli deyil, vacib deyil, umursadığım bir şey də deyil. Amma övladımın düşdüyü oradakı durum mənim önəmsədiyim bir şeydir. Nitekim bunun üzərinə məktəb vaxtında yenidən bir mübarizəyə başladıq. Mən ki, o dönəmləri çox yaxşı xatırlayıram. Uşaqlara səhərlər poğaça, bildiyiniz bulka, sonrası ara yeməklərində hansısa bir tatlı növlərindən biri verilirdi. Və mən orada tələb etdim ki, xahiş edirəm, uşaqların elə bir yaş dönəmidir ki, indi uşaqlar yeni formalaşırlar. Nə yediyimizi, necə yediyimizi bu yaşlardan öyrənirik və həyatımızı o bəslənmə alışkanlığını salırıq, yemək alışkanlığını salırıq. Biz bugün fərqli stillərdə necə öyrəniriksə, onu həyatımız boyunca davam etdiririk və bu çox önəmli bir mərhələsidir övladlarımızın. Və övladlarımız bizim nə yeməklə başlamalıdırlar? Əlbəttə ki, sağlıqlı qidaları öyrənməlidirlər. Tərəvəz üçün təşviq edin onları, protein ağırlıqlı, zülal ağırlıqlı bəslənmək üçün təşviq edin onları və s. və xahiş edirəm şəkər mövzusunu. Valideynlər dedilər ki, siz bizim övladlarımızın yemək, içmək işinə qarışa bilməzsiniz. Okey, əlbəttə heç kimin işinə qarışa bilmərəm mən. Və əsas odur, nə yeyirlər yesinlər, şəkər yesinlər, makaron yesinlər, amma qarınları tox gəlsin evə dedilər. Və orada istəyirsinizsə müəllimlə və məktəblə danışa bilərsiniz, sizin evladınıza verilməsin bu qidalar denildi. Əlbəttə mən yenə də orada huysuz ana rolunun içərisində olmuş oldum. Çünki mən övladıma bunları vermək istəmirəm və sadəcə mənim övladım bunları yemir. Hər kəs oturur yeyir və mənim uşağım onların ağzına baxmaq məcburiyyətindədir. Cəmiyyətin mənim üstündə bir ana olaraq qurduğu baskı əslində. Və mən bu zamana qədər çox qəddar ana olmaqla, çox yekəxana ana olmaqla, çox qəliz ana olmaqla, uşaqları gör nə hala qoydu deyə qınanan bir ana olaraq gör uşaqları nə hala salıb deyilən, üzümə və arxamdan deyilən bir ana obrazıyam qarşınızda. Bunun üzərinə yavaş-yavaş mən məhrəmiyyət eğitimi dönəmi başlayır əlbəttə. Qızımı, özəlliklə böyük qızımdan başlayan bir məhrəmiyyət eğitimi verməyə başlayıram. Və əlbəttə ki, məhrəmiyyət eğitiminin içərisində kimlər ona toxuna bilər, kimlər ona toxuna bilməz məsələləri yatır. Mən ən çox bununla Azərbaycanda problem yaşayıram və istər restoranda olsun, istər küçədə olsun, marketdə olsun, istisnasız hər kəsin uşağına toxunma haqqının olduğuna inanır. Ya bir üzündən, yanağından çimdiyi almaq, başını oxşamaq, əlini tutmaq, öpmək, burnuna toxunmaq, alnından öpmək və s. bunlar çox məsumca, bəlkə də həqiqətən də məsumca davranışlardır. Çox şirin gəlib sizə, sevgi göstərmək istəyirsiniz, amma bunlar həqiqətən də çox qəbul olunmaz şeylərdir. Heç kim uşağına toxuna bilməz. İcazəsiz və də əsla. Çox toxunmaq istəyirsinizsə, valideyninin yanında gəlib icazə ala bilərsiniz ki, olar mı uşağınızın başını oxşuyum ki, valideynlərdən də xahiş edirəm, izin verməyin. Çünki burada yoluxan xəstəliklərdən, mikroblardan tutun, xəstəliklər yoluxa bilir. Heç bir şey olmasa da, fiziolojik tərəfindən danışmasam da, psixolojik mənada qəbul edilə bilməz bir şeydir. Bugün Epstein dosyaları boy hər yerdə istismar edilən uşaqlar. Bu istismar edilən uşaqlar haqlarını, hüquqlarını bir çoxsu da bilmədiyinə görə istismar edilə bilirlər. Övladıma kimsə, məndən başqa heç kim sənə toxuna bilməz. Yəni çimizdirərkən, altını təmizləyərkən və s. Bu mənim sorumluluğumda olan bir şeydir.
Ve bunu evde bir bakıcı varsa, bir nene varsa ve onlara veyahut ata bunu eləyəcəksə veyahut yaxında hər hansı bir insan varsa bunu eləyən, onların normlarını öğretmək lazımdır uşağa ki, mən bunları uşaqlarıma öyrədərək böyütməyə çalışıram. Və uşağın birisi ona yaxınlaşıb öpmədən əvvəl özünü geri çəkib, mənim gözümün içinə baxıb, icazə alıb və icazə verirəmsə özünü öpdürdüyünə görə mən qınanmışam. Qınanmağa da davam eləyirəm. Bir şey olmaz. Əsas odur övladım qorunaqlı halda olsun. Və bunun üstünə telefonla olan məsələlər başlayır. Telefonla olan məsələlərin ən təməli harda qurulur deyə soruşsaz, bizim həyatımızda bu başlayır evdən çöldə olan periodlarla. Hansısa bir restorana getdiyinizdə, hansısa bir cəmiyyət içərisində ortama getdiyinizdə, qonaqlığa getdiyinizdə və s. və s. Orada valideyndən gözlənən uşağın əlinə telefonu vermək və uşaq əlində telefonla oyalanacaq, orada vaxt keçirdəcək və orada böyüklər də öz işlərində olacaq. Okey, yəni çox yorula bilirik analar, atalar olaraq, valideynlər olaraq, baxım verənlər olaraq. Amma bunun ən təməli oradan başladığı vaxtı bir nöqtədən sonrasında ardı arası gəlmir. Uşaqlarımız restoranda, çöldə biz uşaqlara mümkün qədər əlbəttə ki, sosial normları öyrətməliyik. Hər yerdə yüksək səslə danışa bilməzlər, başqalarının masalarına keçə bilməzlər, ağlaya bilməzlər, qışqıra bilməzlər. Amma uşaq ağlaya da bilər, qışqıra da bilər, yuxusu gəldiyi vaxtı huysuzluq da çıxarda bilər və bunun üçün bizim uşağa qorxu ilə əlinə telefon tutuşturmağımız vacib və şərt deyil. Olmamalıdır da. Ve bunun ardından hər hansı bir ortamda ve bu orada analar ve valideynlər, en çok da analar qınanmağa başlayır. Bu uşağı idarə edə bilmir bu ana. O zaman bu ananın cəmiyyət içərisində nə işi var? Bununla başlayan bir proses var. Ondan sonra ben samolyotda uçarken çok buna şahitlik etmişəm. Uşaqlar, özəlliklə körpələr uçuş əsnasında bəzi uşaqlarda qulaqda baskı ilə ağlamaq növbətləri olur və bəzi insanların gözlədiyi şey ya bunu bədən dili ilə, sözəl ifadələrlə, hətta bəzən də dalaşaraq ifadə edən insanlarla qarşı-qarşıya gəldim və oradakı gözlənti neynirsənsə elə, mən rahat bir formada uçmaq istəyirəm və o uşağın səsi gəlməməlidir, o uşağın səsini eşitməməliyəm. Çox üzr istəyirəm, amma elə bir dünya yoxdur. Ve en çok da eşittiğim ve anaları qınadıkları nöqtə bizim vaxtımızda belə bir şeyler yok idi. Bizim vaxtımızda uşaqlar bunu eləmirdi. Uşaqlar hər zaman ağlayırdılar. Sadəcə o uşaqlara ağlamaq üçün nə qədər icazə verilirdi. Mən uşağım ağlamasın deyə, kimsə narahat olmasın deyə uşağımı döyüb qorxutmaqla məsul olmalı deyiləm. Bu əsla qəbul olunmayacaq bir şeydir. Biraz da keçir. Artıq məktəb, Azərbaycanda bizim məktəb periodumuz davam edir, başlayır və artıq telefon mərhələsi başlayır həyatımızda. Gəlir, gedir qızım, mama hər kəsin telefonu var, mənim niyə telefonum yoxdur? Mama sinif yoldaşlarımda bilirsən, filan kəsin də telefonu var, məktəbə gətirmişdi. Ay evladım, bu uşaqların necə telefonu ola bilər ki, məktəbdə telefon icazəsi yoxdur? Mama telefonları var. Okey, onların telefonu olmuş ola bilər qızım, amma bizim telefonumuz olmayacaq. Sənin 16 yaşına qədər telefonun olmayacaq. Biraz keçir ətrafımızda birinin doğum günü olur, doğum gününə telefon şaşahalı bir formada telefon təqdim olunur. Birinin doğum günü olur, şaşalı bir formada uşaqlara oyunun içərisində bilməm hansısa pulla nəsə hədiyyə olunur və s. və bunları gördükcə uşaqlar tələb etməyə başlayırlar və soruşmağa başlayırlar. Nəyə görə başqa uşaqlara olar, amma mənə olmaz? Gəlin bir də bunun mübarizəsi ilə davam edir. Sonra bir dönəm Roblox diye bir oyun ki, əminəm ki, hər kəs bu oyunun adını eşidib, amma sadəcə də Roblox deyil. Onun başqa formaları da var. Ümumiyyətlə içində chat olan hansısa bir chat dediyimdə daha aydınlıq gətirmək üçün deyirəm. Oyunun içərisində oyunu oynayan insanların birbiriyle söhbət edə bildiği bir platform olur. Hem oyun oynuyorlar, eyni zamanda da platformda söhbət edirlər. Hətta bəzilərində səsli bir formada da söhbət etmək mümkün olur. İndi gəlin görək, biz hardan bilirik ki, bu oyunu sadəcə 5-6 yaşındaki uşaqlar ya da 7-8-9 yaşındaki uşaqlar oynuyorlar. Ya da 5 yaşındaki uşaqlar 9-10-15 yaşındaki bir uşağın oyun oynamağı nə qədər doğrudur, nə qədər düzgündür. Yeniyetməlik perioduna girən uşaqlarla kiçik uşaqları bir arada olmağı ne kadar düzgündür bir oyun platformunun içerisinde. Bu uşaqlar oyunlardan sonrasında özel nömrələrini birbirleriyle paylaşırlar və fərqli platformlardan birbirlərinə əlaqələr davam edir. Və mən bir uzman mütəxəssis olaraq dəfələrlə şahidlik etmişəm ki, fərqli cinsel içərikli şantajlara gedəcək qədər bu işlərin rəngi dəyişə bilir. Mənim övladım nə üçün bu platformların birində olmalıdır?
Mən ona icazə vermədiyimə görə və icazə vermədiyim kimi də insanlara xahiş eləyirəm ki, ətrafımızdakı bütün analar, çevrəmizdə kim varsa, verməyin uşaqlarınıza, risklidir. Başqa nə edə bilər? Uşaq da ancaq onunla vaxt keçirdə bilir. O da olmasa mən nə edərəm? İşte hər bir səbəbi, hər bir durumu, bəhanəni nədirsə durum başa düşə bilərəm. Amma sizin övladınızın sağlığından, psixologiyasından vacib bir şey yoxdur deyirəm. Mütləq ki, bunun bir yolu, yöntəmi bulunar, yolu, yöntəmi vardır. Hesablamaq lazımdır. Övladlarımızı qorumaq lazımdır. Mən deyirəm, mən eşidirəm tam mənada ki, üzərinə bu şiddet olayı olan iki video aslında duzu biber oldu. Uşaqlarımızın bugün sadece bunlar da değil bilirsinizmi? E, Ümumiyyətlə Türk diziləri başda olmaqla bugün televizoru açdığımızda Azərbaycanın ümumiyyətlə proqramlarının, bayağı proqramlarından heç danışmaq istəmirəm. İnsanların etik mənada, estetik mənada danışdığı tavrı, tərzi, müraciət formaları tamamen sıfırlanmış bir formadadır. Bunu bir kənara buraxıram. Keçdi ən çox izlənən Türk seriallarından danışacağım. Bir serialda biri birini öldürür. Normal bir şeydi. İkinci bir serialda adam öldüren bir manyak o kadar böyük bir, şərəfli bir insan obrazı olarak gösterilir ki ve kadının ona olan sevgisi kutsallaştırılır ki tam mənada. Bunu bir baxan gənc bir qızın romantik mənada onu xəyal eləməməyi üçün bir fürsət buraxmırlar. Və sonrasında nə üçün toksik münasibətlər var, nə üçün insanlar gedir yaramaz insanlarla həyatlarını birləşdirir vesaire vesaire dediğimiz nöqtələrə gəlirik. Silahlar, birbirlerini vurmalar, öldürmeler vesaire bunlar artık hayatımızın o kadar normal bir parçası olup ki. Aynı zamanda o videolar, aynı zamanda YouTube içerikler. Bakın bir algoritma hesabı var. Bilmirəm, bunu gençler daha çok bilir. En çok neye baxırıqsa, en çok neyi aradırıqsa, en çok ne marağımızdadırsa, təəssüf ki algoritma hesablayır onu. O içerikləri daha çok qabağımıza çıxardır. Bakın oyunlar, uşaq içerikleri dediğimiz zaman YouTube videolarının içerisindeki reklamlar. O reklamlara baktığımız zaman uşaqlar üçün olan içeriklerin içerisinde o uygunsuz reklamlar çıxır. Uygunsuz. Detaylarını paylaşmaq istəmirəm. Hamımızın qarşısına çıxıb mütləq görün. Ən az bir dəfə. Sizin uşağınız bu içeriklərə məruz qalır. Və sonrasında uşaqları məhrəmiyyət eğitimi ilə, cinsel eğitimlə, yaşları gərəyi məlumatlandırmaq istədiyimiz vaxtı valideynlər birinci bizlərə qadağa qoyurlar ki, uşağın hələ o yaşı deyil, uşağın cinsəlliyi haqqında nə danışacaqsınız ki? Amma biz o uşaqlarla məhrəmiyyət və bədənlərini danışana qədər o uşaqlar artıq pornoqrafiyaya məruz qalırlar. Bu kadar danışdıqlarımın özəti nədir deyə baxsaq, övladlarımızla duygusal bağ qurmalıyıq. Əgər ki övladımızla duygusal bağ qurmayacaqsa, uşaqları dünyaya gətirməyək. Kəmiyyət önemli değil, keyfiyyətə ehtiyacımız var. 15 dənə uşağınız olsun, heç bir önemi yoxdur. O uşaqlarla bağ qura bilməyəcəksiniz. Bir dənə olsun. Eleyebilirsiniz, vaxt ayırabilirsiniz 2 dənə, vaxt ayırabilirsiniz 3 dənə olsun, 4 dənə olsun. Amma hər bir uşağınızla bağ qurmaq məcburiyyətindəsiniz. Çünki o bağ yoxdursa, o uşaqla başqaları bağ quracaq. Və o uşaq sabahları cəmiyyət üçün potensial olaraq təhlükədir. Sağlıqlı yemək yemək, sağlıqlı bəslənmə rutinləri uşaqlarımıza öyrətmək. Nə əlaqəsi var deyə eşidə bilirəm. Amma içi mən daxil olmaqla hər birimizin sağlıq problemləri var. Bəzilərimizin diabet, bəzilərimizin kanser, bəzilərimizin otoimmün xəstəlikləri, bəzilərimizin allergiyaları, hər birimizin bir dərdi mütləq ki var. Bəzilərimizdə bunların hamısı var. Və uşaqlarımızı genetik bizdə olan xəstəliklərdən daxil qoruya bilmənin yolu sağlıqlı bəslənməkdən keçir. Sağlıqlı bəslənməyən uşaqlar, baxın, fikir verin. Yeyirlər bu yüksək kalorili, enerji içəcəkli, aburları, cuburları. Sonra inanılmaz bir duyğu patlamaları yaşayırlar. Bir enerji patlamaları yaşayırlar. Özlərini sağa vururlar, sola vururlar, nə edəcəklərini bilmirlər. Uşaqlar sağlıqlı rutin içərisində mütləq ki yemək yeməlidirlər. Sınırlar, məhrəmiyyət, fiziksel təmaslar. Özəlliklə Azərbaycandakı hər kəsdən xahiş edirəm. Başda mənim uşaqlarım olmaqla heç bir uşağa toxunmayın. Çox sevimli gəlsələr də, çox maraqlı olsalar da təmas etməyin hər hansı bir uşaqla. Heç kimin buna haqqı yoxdur.
Ən e, ən saf duyğularınızla daxil bunu etməyə çalışırsınızsa da etməyin, xahiş edirəm. Mənim uşağıma etməyin və bunu hər kəs, amma hər kəs öz uşağı üçün tələb etsin. Və hər kəs də başqalarının uşağına hörmət eləsin. Mən bu gün bilmirəm pedofil kimdir, həqiqətən uşağıma sevgi göstərən kimdir, bilmək də istəmirəm aralarındakı fərqi. Mənim uşağıma heç kim toxunmasın. Ekran istifadəsi. Ekran istifadəsi və dopamin bağımlılığı. Dopamin bağımlılığı vasitəsilə uşaqlar asılı bir vəziyyətə gəlirlər. Bugün uşaqlarımız telefondan, oyunlardan bağlılığı var və bu uşaqlar sabahları başqa dopamin qaynaqlarına, maddə istifadəsi, siqaret, alkol, cinsəl bağımlılıqlar başda olmaqla ən ağır bağımlılıqlara düçar ola bilmək üçün potensial hazırlayırsınız siz bu uşaqlara. O qədər də məsum bir şey deyil. Sadəcə oturur, telefonda vaxt keçirdir və sizi narahat etmir olmağı. Bugün bu şiddet olaylarını ortaya koyan uşaq daxil başda olmaqla kim olduğunu bilmirəm, bilmək də istəmirəm. Və məsələ o uşağı qınamaq da deyil. Ümid edirəm ki, o uşağı topluma, cəmiyyətə qazandırmış olar valideynləri və məktəb və hər kəs iş birliyinə, əl birliyinə o uşağı qazandırarlar. Belə durumlarda bəzən uşaqlar o rolların içərisində o qədər qəliz bir vəziyyətin içərisinə düşə bilirlər ki, bu uşaq sabahları bizim uşağımız da ola bilər. O uşağın etdiyini bizim uşaqlara da edə bilərlər. Məsələ oradadır. Ona görə hər bir valideyn əlini vicdanına qoyaraq, hər bir uşağı düşünərək danışsın, hər bir uşağı düşünərək adım atsın. Hər birimiz evladlarımızla ən azından bugün saydığım, sıraladığım şeylərə diqqət etməyə çalışın. Ümid edirəm ki, övladlarımızı sağlıqlı bir formada, həm ruhsal mənada, həm fiziksel mənada böyütmək nəsib olar hər birimizə. Təşəkkür edirəm.